həmin o Bruce Lee-in olduğu ev. Bruce Lee gör gəlib harda yaşayır. Bir hissəsi buradadır. Ne bileyim vallahi deyilənə görə evi buradır. Evi bu olub Bruce Lee-in. Yaşan evi olub. İndi biraz düzəldiblər də. Bir balaca əl gəzdiriblər. Bir də içində belə bir şey yaradıblar. İçində belə bir şey yaradıblar. Körpüdür. Bir de bunun əks tərəfi var, bax tərəfi var. Bir də keçək oranı göstərim sizə. Bir də belə keçiddən keçsən. Belə bir bağı var, orada da bizim dildə desək besetkası var orada da. Kızlardan yine burada var. Mən elə başa düşürəm ki, bunlarda bizdə son zəq qavağı, nə bilim, bayramdan qabaq hazırlaşmırlar. Bunlar da həmin vaxtı milli paltarlarla geyinib gəzirlər. Nə məzəli dostlar. Buradan da bir köprüsü var, belə. Bu da bunların milli paltarları, milli tarlaları.